Salam Azərbaycan, salam dəyərli Azərbaycan xalqı, xanımlar, bəylər, analar, bacılar, qardaşlar. Hər birinizi ilk növbədə salamlayıram. Mən Rahib Eyvazov, Qeyri-Hökumət Təşkilatı, hüquqşünas, Qanun TV internet televiziyasının rəhbəri. Mən bugün sizlərə öz təbriklərimi çatdırmaq istəyirəm və fürsətdən istifadə edib Allahın bizə bəxş elədiyi bu gözəl tarixi, müqəddəs Ramazan bayramını və daha sonra bahar təravətli Novruz bayramı münasibəti ilə bütün Azərbaycan xalqını başda dövlət başçımız olmaqla şəhid anaları, şəhid ataları, şəhid xanımları, qazilərimiz olmaqla bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Təşkilatımızın bütün üzvlərini, rəhbərlik başda olmaqla, bütün üzvlərini, xanımlar və bəylər, hər birinizi Ramazan bayramı günü münasibəti ilə təbrik edirəm. Bahar təravətli Novruz bayramı günü münasibəti ilə təbrik edirəm. Hər birinizə can sağlığı arzu edirəm. Və fürsətdən istifadə edib, onu da qeyd eləmək istəyirəm ki, bugün mənim üçün 3 qat bir bayramdır. Müqəddəs Ramazan bayramı ilə birlikdə bahar təravətli Novruz bayramı və eləcə də bugün məni bu dünyaya bəxş eləyən, məni bu dünyaya gətirən, böyüdən, yetişdirən gözəl anamın doğum günüdür. Mən bu münasibətlə anam, dəyərli xanım, Səyyarə xanımı buradan qucaq dolusu salamlarımı göndərirəm və deyirəm, sənin bütün bayramların mübarək olsun əziz anam. Sənin müqəddəs Ramazan bayramın mübarək olsun əziz anam. Sənin bahar təravətli Novruz bayramın mübarək olsun əziz anam. Sənin doğum günün mübarək olsun əziz anam. Yeni yaşın sənə daha da çox uğurlar gətirsin. Daim Allah Taala səni bizim yanımızda qərar versin. Bir daha bayramımız mübarək olsun. Hər birinizə can sağlığı arzu edirəm. İnşallah ki, hər birinizə xoşbəxt həyat Allah tərəfindən nəsib olsun. Bayramınız bir daha mübarək, əziz Azərbaycan xalqı. Kim əgər istəməyirsə anasını xar olsun. Dili lal, gözləri kör, qulaqları kar olsun. Kim ana zəhmətini dansa ona ar olsun. Big az. Çəkən evlat üçün əzab əziyyəti sənsən ay ana. Dizimin, qollarımın taqəti sənsən ay ana.